Bilirsiniz ki, bugün bəzi yollar üzrə nəqliyyatın hərəkət istiqaməti dəyişdirilib. İndi paytaxtın küçə və prospektlərində ən son vəziyyəti öyrənmək üçün nəqliyyatın intellektual idarəetmə mərkəzinə bağlanırıq. Bizimlə birləşə bağlantıda olan Şəfa Mehman qızı, həmçinin iyunun 10-u və 12-sində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı küçə və prospektlərin adlarını da açıqlayacaq. Salam Şəfa xanım, buyurun, söz sizdədir. Salam, hər vaxtınız xeyirli olsun. Avropa Oyunları Əməliyyat Komitəsinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verdiyi ən son məlumatı diqqətinizə çatdırıram. Belə ki, 12 iyun tarixində başlanacaq Bakı 2015 ilk Avropa Oyunları ilə əlaqədar olaraq müəyyən günlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması planlaşdırılır və bu barədə ətraflı məlumatı söyləyirəm. Bakıda məşəlin səyahəti ilə bağlı 10 iyun tarixində adları qeyd olunan küçələri sadalayacağım indi. Şəmsi Bədəlbəyli küçəsi, Səməd Vurğun küçəsi, Bülbül prospekti, Rəşid Behbudov küçəsi, Azadlıq prospekti, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi və Şövkət Ələkbərova küçəsində fasilələrlə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Eyni zamanda Bakı 2015 ilk Avropa Oyunlarının kişilər və qadınlar arasında triatlon yarışları ilə əlaqədar olaraq 10-14 iyun tarixlərində Bilgəh qəsəbəsində müəyyən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı yolları söyləyirəm. Bilgəh qəsəbəsi yerli yol şəbəkəsindən və Cümeyra Beach Hotel dairəsi ilə birləşən Allahzadə küçəsindən sürücülər aktiv yol kimi istifadə edə bilərlər. Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Nardaran qəsəbəsi istiqamətində hərəkət üçün sürücülərə Buzovna, Maşdağa, Nardaran yolundan istifadə etmək tövsiyə olunur. 10-11 iyun tarixində səhər 5-dən 14:00-dək, 13 iyun tarixində səhər 9-un yarısından axşam 7-nin yarısına qədər, 14 iyun tarixində səhər 9-un yarısından axşam 7-yə qədər nəqliyyatın hərəkəti Bilgəh qəsəbəsində məhdudlaşdırılacaq. Açılış mərasimi haqqında isə qısaca məlumat verim ki, günorta saat 4-dən növbəti gecə saat 2-yə qədər nəqliyyatın hərəkəti Heydər Əliyev prospektində, Babək qovşağından Sabunçu qovşağına dək Mehdi Hüseyin küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməyə qədər tam olaraq məhdudlaşdırılacaqdır. Növbəti məlumatları baku2015.com saytından, 2015 məlumat mərkəzindən, Dövlət Yol Polisinin rəsmi saytından və İntellektual İdarəetmə Mərkəzinin web saytı və Facebook sosial şəbəkələr, eyni zamanda Aynes telekanalı vasitəsilə sürücülər və ictimaiyyət əldə edə bilərlər.